Salam əziz şagirdlər, bugün 7-ci sinif BSG 1-in izahına baxacağıq. Birinci sualdan başlayaq. Birinci sualda A və B nöqtələri arasındakı məsafəni bizdən istəyir. Məsafə tapanda modulda A nöqtəsindən B nöqtəsini çıxırsınız və yaxud B nöqtəsindən A nöqtəsini çıxırsınız. Yəni, gəlin A-dan B-ni çıxaq. A nöqtəsi mənfi 214,6, B nöqtəsi 202,1 bərabərdir. Hər ikisi mənfi olduğu üçün toplayıb mənfisini yazacağım. Olacaq mənfi, burada toplayaq 214,6 üstəgəl 202,1 7, 6, 1, 4 edəcək mənfi 416,7 və moduldan mənfi ədədlər əks işarə ilə çıxır, yəni müsbət. Yazıram bura cavab 416,7. İkinci sualla davam edirik. Verilmiş şərtlərə əsasən A üstü N qüvvətini 0 ilə müqayisə edin. A 0-dan böyükdür. Yəni A müsbət ədəddir. Misal üçün A-ya deyə bilərəm 1 və deyir ki N tək ədəddir. A üstü N-i 0-la müqayisə etməliyik. Müsbət ədədin üzərində tək dərəcə və yaxud cüt dərəcə olmasından asılı olmayaraq cavabımız həmişə müsbət olur, yəni 0-dan böyük olur. A üstü N 0-dan böyükdür. Və yaxud, yenə deyirəm, N istəyir cüt olsun, istəyir tək olsun. Yenə A üstündə N 0-dan böyük olacaq. Misal üçün 1-in kvadratı təbii ki 0-dan böyükdür, yəni müsbətdir. Burada da olacaq bu şəkildə. Keçirik digər tərəfə. Yəni A kiçikdir 0 olanda. A mənfi olanda necədir? N tək ədəd olarsa ədədlə qoyub yoxlaya bilərik. Belə əzbərləyə bilərsiniz ki, N tək ədəddirsə cavabımız mənfi olur, yəni 0 böyük olur A üstü N-dən. N cüt ədəd olarsa A üstü N 0-dan böyük olur. Nəyə görə? Əgər, məsəl üçün, A-ya biz mənfi 1 desək, çünki A mənfi ədəddir, 0 A-dan böyükdür. N də tək ədəddir, gəlin tək 1 deyək. Mənfi 1 üstündə 1 edəcək mənfi 1. Ona görə də A üstü N, yəni tək ədəd üçün danışırıq, 0-dan kiçik olacaq. Yəni mənfi 1 kiçikdir 0 deməlisiniz. Çünki A üstü N mənfi 1 etdi. İndi gəlin cütə baxaq. N cüt olarsa N-ə cüt bir ədəd, A yenə mənfidir, yəni mənfi bir ədəd yazıram. N-ə isə cüt ədəd yazıram. Misal üçün 2. Baxın, mənfi 1-in üstündə 2. Mənfi 1-i mənfi 1-ə vuranda müsbət 1 edəcək. Yəni A üstü N böyükdür 0 olur. Çünki A üstü N müsbət 1 etdi. Müsbət 1 də 0-dan böyükdür. Ona görə cavabımız olur bu şəkildə. Keçirik 3-cü suala. 3-cü sualda bizə deyir ki, verilmiş kəsirləri onluq kəsir şəklində yazın. Dövrü kəsirin növünü də yazın. Verib bizə 15-də 7. 7-ni 15-ə bölməliyik. Ümumiyyətlə, kəsiri bölməklə əvəz etməyi bilməz. Bu 7 bölünsün 15-dir. İndi 7-ni 15-ə böləndə 0 dəfə düşür. 7-nin içində 15 yoxdur. Bura vergül qoyuruq, yəni tam hissə oldu 0 tam. Bura bir 0 qoyuruq. 70-i 15-ə bölürük. 70-i 15-ə böləndə 4 dəfə edir 60. Qalıqda qalır 10. Qalıqdan sonra yenə bura 0 əlavə edirik. 100-ü bölürük 15-ə edir 6 dəfə. 90, yenə qalıq qalır 10. Yenə bura 0 əlavə etsəm, yenə 6 dəfə və görürəm ki, bu artıq hər dəfə belə 190, 190, baxın bu şəkildə belə davam edir. Onda burada dövr eləyən nədir? 6-lardır. Onda 0,4. 6-nı artıq mən mötərizə yazdım. Çünki 6 burada dövr eləyir. Əgər dövrdən dərhal sonra, daha doğrusu vergüldən dərhal sonra dövr başlayırsa, bu saf dövrdür. Baxın, burada başlamayıb. Əvvəlcə 4 gəlir, sonra 6. Dövr buradan başlayır. Yəni, vergüldən dərhal sonra başlamayıbdır. Biz buna qarışıq dövr deyirik. Qarışıq dövr. Əgər məsələn bu şəkildə olsaydı, buna deyəcəkdik saf. Amma bu şəkildə deyil. Cavabı buraya yazıram. Cavabımız olur 0,4 dövrdə 6 və növünü də yazıram qarışıq dövr. Keçirəm ikincisinə. 2 tam
24-də 5. Deməli, 5-i böləcəm 24-də. Deməli, 5-i 24-də böləndə istəsəz düzgün olmayan kəsrə çevirib də bölə bilərsiniz. Bu şəkildə də davam edə bilərsiniz. Bunun tam hissəsi 2-dir. Baxın, burada tam hissə 2 var. İndi 5 24-də 0 tam. Ora bir 0 əlavə edirəm. 50-ni bölürəm 24-də. Edir 2 tam, qalır 40, edir 48, qalır 2. Bura 0 əlavə edirəm. 20-ni 24-də böləndə 0 dəfə düşür. Təzədən bir dənə də 0 əlavə edirəm. Bu dəfə 200-ü 24-də bölürəm. 200 bölünsün 24. Bu da edir 8 dəfə. İndi 24-ü vururam 8-ə. Edir 192. Qalır 8. Yenə 0 əlavə edirəm. Bu dəfə 80-i bölürəm 24-də. Düşür 3 dəfə. Edir 72. Edir 8. Artıq burada görürəm ki, yenə 80 aldı. Baxın, 80-i 24-də bölürəm yenə 3 dəfə. 72, yenə 80. Görürsünüz, buradan artıq eyni təkrarlanır. 80, 72, 80. Yəni, dövr eləyən burada nə oldu? 3. Burada artıq belədir. 0,208 dövr eləyən 3-dür. 3-ü yazıram mötərizədə. Deməli, burada bir tam hissə 2 tam da var. 2 tam da gəlirəm üstünə. Olur 2 tam 1000-də 208 dövrdə 3. 2 tam 1000-də 208 dövrdə 3 və dövr vergüldən sonra başlamadığı üçün bu olacaq qarışıq dövr. Cavabı bura qeyd edirəm. 2 tam 1000-də 208 dövrdə 3 və növü də oldu qarışıq dövr. Keçirəm digərinə 11, 18. Yəni 11-i böləcəm 18-ə. 11-i 18-ə bölürəm. 0 dəfə düşür. Bura bir 0 əlavə edirəm. 110-u bölürəm 18-ə. 110-u 18-ə böləndə 6 dəfə düşür. 6-nı vururam 18-ə. Edir 108. Qalır 2. Yenə 0 əlavə edirəm. 20-ni 18-ə bölürəm 1 dəfə. Artıq baxıram ki, burada hər dəfə bu şəkildə davam edir. 20, 18, 20, 18 dövr eləyəndə 1-lər oldu. Yəni 0,6 dövrdə 1. 0,6 dövrdə 1. Yenə qarışıq dövr oldu burada. Keçirəm digərinə 1,16-da 7. Deməli, 7-ni böləcəm 16-ya. 7-ni 16-ya böləndə 0 dəfə düşür. Olur 70. 70-i bölürəm 16-ya. Düşür 4 dəfə. 64 qalıq 40. Daha doğrusu qalıq 6. Yanına da 0 əlavə edirik. 60-ı bölürük 16-ya. Düşür 3 dəfə. Bu da edəcək 48. Qalıq 12. Yenə bura 0 əlavə edirəm. 120-ni bölürəm 16-ya. 7 dəfə. Artıq 16-nı vururam 7-yə. Edir 112. Qalıq 8. 80. Deməli, burada da düşür 5 dəfə. 5 dəfə də düşəndə edir 80, 0. Deməli, bu oldu. Burada da bir dənə 1 tamımız var. 1 tam 10.000-də 1 tam 10.000-də 4375. Burada dövr yoxdur. Dövr yoxdur. Çünki qalıq artıq 0 oldu. 1 tam 10.000-də 4375. Dövrü onluq kəsir deyil. Bu sadəcə onluq kəsirdir. Burada bizə nə deyir? Verilmiş kəsirləri onluq kəsir şəklində yazın. Bu sadəcə onluq kəsirdir. Dövrü kəsir olsaydı növünü yazardıq. 21-də 9-u əvvəlcə gəlin 3-ə ixtisar edək. Burada 7, burada 3 qalsın. İndi isə 3-ü 7-yə bölərik. 3-ü 7-yə bölürəm. 30-u 7-yə böləndə 3 dəfə 21. Yox, 9 dəfə. Oy. 3 dəfə, 4 dəfə. Çaşdım. 20-ni də 7-yə bölürəm 2 dəfə. 16. 14. Qalıqda 6. 60-ı bölürəm 7-yə. Düşür 8 dəfə. 40. Təzədən 40-ı bölürəm 7-yə. Düşür 5 dəfə. 35. Qalıq qaldı 5. 50-ni bölürəm 7-yə. Düşür 7 dəfə.
Mən onu tez bitirmək istədim. Nədənsə bu uzanır, bölünə gedir. Deməli, biraz bunu qaldıraq yuxarı. 50-ni 7-yə böləndə təzədən 7 dəfə 49, qalıq 1, 0 yazıram. Onu bölürəm 7-yə 1 dəfə, 7, gəldik 30-a. Aha, gəldik çatdıq bura. Yəni, baxın, bu burada qayıtdı bura. Buradan sonra təkrarlanacaq artıq. Deməli, bu elə özü bütövlükdə dövrdür. Bu yenə bölsək, təzədən burada baxın, düşəcək 4 dəfə, 28, qalıq qaldı 2, 20, 20-ni 7-yə böləcəm 2 dəfə, yəni baxın, bu şəkildə təkrarlana gedəcək. Bundan yenə burada yaranacaq. Onda bura birbaşa cavabımızı yazaq, 0,428, 571. Burada bu dövrdür və vergüldən dərhal sonra başladığı üçün biz buna deyəcəyik saf dövr. Bu belə. Keçdik 4-cü tapşırığa. Dəqiq siz bunu yazana kimi KSG-nin vaxtı bitər. BSG-nin 4-cü sual. 4-cü sualda deyir ki, dövrü kəsirləri adi kəsirə çevirin. 2 tam dövrdə 5. Tam isə kəsirin qarşısına yazılır. Dövrdə bir dənə rəqəm olduğu üçün bura bir dənə 9 yazılır və dövrdəki, yəni vergüldən sonra olan hissə sürətə yazılır. Bura yazırıq 2 tam 9-da 5. Keçirik 0,9 dövrdə 1-ə. Tam 0 olduğu üçün yazılmır. Kəsir xətti çəkirəm. Dövrdə bir dənə rəqəm olduğu üçün bir dənə 9. Dövrlə vergül arasında bir dənə rəqəm olduğu üçün bura bir dənə 0. Vergüldən sonra olan hissəni bütöv şəkildə sürətə yazıram və dövrlə vergül arasındakı ədədi sürətdən çıxıram. Olur 90-da, 91-dən də 9 çıxanda edir 72. Və bu 9-a ixtisar gedir. Burada qalır 10, burada qalır 8. Yox, bu 82-dir. 82. 82 ilə 90 2-yə ixtisar getsin. Burada qalsın 45, burada da qalsın 41. Olacaq 45-də 41. Keçirik 3 tam %1 dövrdə 3-ə. Deməli, yenə tam hissə kəsrin qarşısına yazılır. Dövrdə bir dənə rəqəm olduğu üçün məxrəcə bir dənə 9, dövrlə vergül arasında 2 dənə rəqəm olduğu üçün 2 dənə 0. Sonra vergüldən sonra nə görürük? Görürük 13. 13-dən də çıxacam dövrlə vergül arasında olan 1-i. 0,1 sizi çaşdırmasın, yəni 1-dir o. Olur 3 tam 912. Bu da məncə 6-ya ixtisar gedəcək. Bunu 6-ya bölsək 2. Bunu da 6-ya bölsək. Deməli, 1 dəfə 5, 0, 150. 150-də 2, yenidən 2-yə ixtisar getsə 75-də 1. Cavabı yazıram bura 3 tam 75-də 1. Keçirəm digərinə. 0,7 dövrdə 53. Deməli, dövrdə 2 dənə rəqəm var, bura 2 dənə 9, dövrlə vergül arasında bir dənə rəqəm var, bura 0 yazıram. 753-dən də çıxıram 7-ni, eləyir 990-da. 753-dən də 7 çıxanda edəcək 746. Aldığımız cavabı da ixtisar etsək 2-yə. 495, burada da 373, 2-yə ixtisar etdim. Olacaq 495-də 373. Keçirik 5-ci suala. 5-ci sualda hesablamadır. 24 tam dövrdə 8, üstə gəl. 11 tam dövrdə 4, çıxılsın 9 tam dövrdə 123. Əvvəlcə verilən kəsirləri adi kəsirə çeviririk. 24 tam 9-da 8, 11 tam 90-da 4, 9 tam 999-da 123. İndi isə ortaq məxrəcə gətirəcəyik. Deməli, ortaq məxrəcə gətirmək istəsək, deməli, əvvəlcə gəlin bunu 10-a vuraq. Bunlar ikisi bərabərləşsin. İkisini birlikdə toplayaq. Bu iki kəsiri.
35 tam 90'da 84 çıxılsın. 9 tam 999'da 123. Baxın, bunu elə eləyək ki, asan yoluna getsin. Gəlin ixtisar edək. Bunu 2-yə ixtisar etsəm, burada qalır 45. Burada qalır 42. Bu təzədən 3-ə də gedir. 3-ə ixtisar etsəm 15 və 14. Bunu da 3-ə ixtisar etsəm 333. Bu da 41. Kəsirlər olacaq bu şəkildə. 35 tam 15'də 14, 9 tam 333'də 41. Deməli, bu 3 vurulsun 5'dir. Bu da 3 vurulsun 111'dir. Onda buranı vuracağım 5'ə. Buranı da vuracağım 111'ə ki, ortaq məxrəc olsun. Deməli, əkop tapırsınız da elə bil. Olacaq 35 tam 15'i 111'ə vuranda. Deməli, 111 vurulsun 15. Olacaq 1665. 14'ü 111'ə vuranda. Olacaq 1554. Çıxılsın 9 tam 1665'də 205. İndi 35'dən çıxıram 9'u tamdan tamı. 26 tam 1665. 1554'dən çıxıram 205'i. O da olur 1349. Bu da bərabərdir. 26 tamdan sonra vergül qoyuram və 1349'u 1665'ə bölürük. Böləndə mən artıq buraya yazıram qısaca. 10'da 8, dövrdə 102. Cavabı yazıram bura. 26 tam 10'da 8, dövrdə 102. Keçəm 6-cı suala. 6-cı sualda verilib ki, pərcarla qurun, verilmiş bucağın tənbölənini pərcarla qurun. Tənbölən, yəni uşaqlar, tənbölən çəkilibsə, baxın, məsəl üçün buradan bir dənə tənbölən çəkirəm. Siz indi pərcarına dəqiq çəkəcəksiniz. Tənbölən bucağı tam yarıya bölür. Məsəl üçün, bura alfa ilə alfaya bölünəcək. Tutaq ki, bucaq A, O, B 2 alfa olarsa, onda 2 alfanı bölürsünüz 2'yə, hər birini alfa yazırsınız. Məsələn, tutaq ki, 60 dərəcə idi A, O, B, böləsiniz 2'yə, hər birini 30-30 yazacaqsınız. Daha sonra həmçinin burada nə deyir bizə şəkil 2-də? Şəkil 2 7-ci tapşırığa aiddir. 7-ci tapşırıqda bizə deyir ki, üçbucağın tənbölənləridir bunlar. KA, NC və MB. Və bizə bucaq dərəcələri verib. MNK 66 dərəcədir. MNK. Bura ümumilikdə 66'dır. Onda mən 66'nı bölürəm 2'yə. Hər birinə ayrı-ayrılıqda 33 yazıram. Daha sonra MKA. MKA. Yəni baxın bura. Bura 32 dərəcədir. Yenə KA. KA, baxın KA tənbölən olduğu üçün onda burada 32'dir. Demək, bucaq N 66 dərəcədir. Bucaq K 64 dərəcədir. Nəyə görə? 32 ilə 32'ni cəmləmişim. Burada 33-dən 33 həmçinin özü də bizə verib tapşırıqda. İndi bucaq M-i tapaq. Baxın, bu üçünün cəmi 180 olmalıdır. Çünki bu üç bucaqda, üç bucağın daxili bucaqların cəmi 180 dərəcədir. 66 ilə 64'ü toplayıram 130. 180'dən də 130'u çıxıram. M bucağını tapıram 50 dərəcə. Və buradan da tənbölən çıxdığı üçün 50'ni bölürəm 2'yə. Hər birinə yazıram 25, 25. Məndən haranı istəyir? Məndən istəyir NMB. NMB. NMB baxın buradır. NMB bax buradır. NMB 25 dərəcə. MBN. MBN. Baxın buranı istəyir. Gəlin ora baxaq. Demək, o üç bucağı buradan çəkirəm. Üç bucağın bir hissəsidir. Baxın N. Bura 66. B. Burada M'in 25'i. Söhbət elə bir buradan gedir. Aydındır. Bax, belə göstərim.
Bax, buradan gedir söhbət. Deməli, 66 ilə 25 toplayıram. Eləyir 91 dərəcə. 180-dən 91-i çıxıram. Edir 89 dərəcə. Bu oldu 89. Daha sonra keçirəm NSK-ya. NSK. Baxın, buradan söhbət gedir. Bu üçbucaqdan. Deməli, NSK üçbucağında NSK-nı da buradan çəkim. NSK. Bura 33-dür. Bura 64-dür. Buranı bilmirəm. 33 ilə 64-ü toplayıram. 97. 180-dən də 97-ni çıxıram. O da edəcək 83 dərəcə. Deməli, bura oldu 83 dərəcə. Belə, bucaqları tapdıq. Keçirik sual 8-ə. ABC üçbucağının A təpəsindən çıxan hündürlüyünü və medianını çəkin. Deməli, bunu necə çəkəcəyik? A təpəsindən hündürlüyü çəkiriksə, hündürlük tam perpendikulyar düşür. Baxın, belə xətkeşlə tam düz şəkildə belə çəkməlisiniz. Düşdüyü yerə hər tərəfdən 90 dərəcə çəkin. Median isə, məsələn, tutaq ki, buranın uzunluğu 2x-dır. Median bunu tam yarıya böləcək. Tən ortasına çəkməlisiniz. Bu hündürlükdür. Bu da mediandır. Median, məsələn, tutaq ki, bura K nöqtəsidirsə, buranı x, buranı da bütövlükdə x-a bölür. Yəni, BK-ya da deyirsiniz x, KS-yə də deyirsiniz x. Əgər BS 2x olarsa. Daha sonra 9-cu sualla davam edirik. 9-cu sualda üçbucağın tərəfinin uzunluqları verilibdir. Deməli, üçbucağı çəkirəm. Bura deyirəm 12,4 santimetr. Deməli, bura 164. Gəlin hamısını necə veribsə elə də saxlayaq. 164 millimetr. Burada 1,52 desimetr. Çünki bizə demir santimetrlə ifadə et və yaxud millimetrlə ifadə et. Bu şəkildə qalsın. İstəsəz santimetrə çevirə bilərik. Deməli, aşağıdan yazıram. Bunu biraz yuxarı qaldıraq. Deməli, 1 santimetr 10 millimetrə bərabərdir. Ona görə də 164 millimetri bölürəm 10-a. 16,4 santimetr olur. Bura yaza bilərəm. 16,4 santimetr. Həmçinin 1 desimetr 10 santimetr olduğu üçün 1,52 desimetri biz 10'a vurub santimetrə çevirəcəyik. Olacaq 15,2 santimetr. 15,2 santimetr. İndi medianları çəkək. Baxın, buradan bir dənə belə median çəksəm, median buranı yarıya bölür. Onda 16,4'ü böləcəm 2'yə. Edəcək 8,2. 8,2, 8,2. Deyir, medianların çəkildiyi tərəfləri hansı uzunluqda ayırar? Deməli, 16,4 santimetr olan tərəf ayrılacaq. 8,2 və 8,2. Çünki median düşdüyü yeri tam yarıya bölür. İndi isə belə çəkirəm. Deməli, bu da tam yarıya bölür. 12,4 santimetr olan tərəf ayrılacaq. Deməli, 12,4'ü bölürəm 2'yə. Edir 6,2. Buraya yazıram 6,2 və 6,2. Bunlar da bu şəkildə ayrıldı. Digər tərəfdən buradan da bir dənə median çəkirəm. Medianı elə çəkək ki, medianlar hamısı kəsişməni bir nöqtədə kəsişir. Baxın, belə buradan çəkim. Belə. Burada kəsişirlər. Ağırlıq mərkəzidir. Bura bərabər olur bura. Yəni 15,2'ni bölürəm 2'yə. O da edəcək 7,6. Burada bölündü 7,6 ilə 7,6'ya. Şimdi buraya yazıram 15,2 santimetr ayrıldı. 7,6 və 7,6. Bunlar hamısı santimetrdir. Keçirik 10-cu tapşırığa. Tapşırıq 10. 10-cu tapşırıqda deməli 2 üstə 6 üstündə 2.
Bu bizə 2 üstü 12 verir. Əvvəlcə mötərizələri yazaq. Dərəcələr bir-birinə vurulur. 3 üstü 2 üstündə 4 bizə verir 3 üstü 8. İndi səliqə ilə köçürürük. Deməli, bunu elə burada həllin yazaq. 2 üstü 12 bölünsün 2 üstü 10. Böləndə üstlərini çıxacaq. 3 üstü 8 bölünsün 3 üstü 8 çıxılsın. 125'i 5'e bölürəm. 25 5'e bölürəm. 5 5 1. Yəni 125 5'in kubudur. Yazıram 5'in kubu. Sonra 25 də 5'in kvadratıdır. Deməli 25'in kubunu 5'in kvadratının kubu yazıram. 2'ni vururam 3'ə. Olur 5 üstü 6. Gətirib buraya yazıram. 5 üstü 6 bölünsün 5 üstü 5. Deməli bərabərdir. Baxın burada bölmə varsa üstlərini çıxıram. 12-dən 10 çıxıram 2. Üstə gəl. 3 üstündə 8-dən 8 çıxıram 0. Burada 5 üstündə. Deməli 3 ilə 6-nı toplayıram 9. 9-dan da 5'i bölmədi deyə çıxıram. Eləyir 4. 2 üstü 2 mənə verir 4. 3 üstündə 0 mənə verir 1. 5 üstündə 4 də mənə verir 625. Və eləyir mənfi 620. Keçirik 11'ə. Tural hər il qoyulan məbləğin 5% qədər artım verən banka 1500 manat pul qoydu. Və 3 ildən sonra əldə etdiyi məbləğin 50%-ni götürdü. Tural 5 il sonra bankdan nə qədər pul götürər? Deməli, hər il qoyulan məbləğin 5% qədər artım verir. Qoyulan məbləğ S0 ilkin məbləğ 1500 manatdır. Artım 5% olduğu üçün R bərabərdir 5% yazıram. 3 il N bərabərdir 3 il və düsturu yazıram. SN bərabərdir SO vurulsun 1 üstəgəl R vurulsun N. 1500'ü vururam 1 üstəgəl 5 vurulsun 3'ə. Və bölünsün burada 100 var da faiz daxil. Deməli edəcək 1500. Gəlin vuraq açaq. 1500'ü 1'ə vururam. 1500 üstəgəl 1500'ü vururam 15 bölünsün 100'ə. Burada da sıfırlar geçsin. 1500 üstəgəl 225 edəcək 1725. İndi əldə etdiyi pul 1725'dir. 1725'in 50%'ni götürür. 1725'in 50%'ni tapaq. Vururuq %50'yə. Yəni yarısını tapırıq bir sözlə 2də birini. Daha sonra yenidən 5 il müddətində bu pul bankda olur. Artıq bu pul bizim S0'ımız olur. Baxın. S0 bərabərdir. Yenidən elə bu pulu 862 tam 5'i banka qoyur. 5 il müddətinə qoyduğu üçün N bərabərdir 5. Yenə 5% artımdan qoyur. Yenə sonuncu məbləği hesablamaq üçün S0 vurulsun 1 üstəgəl R vurulsun N bölünsün 100. Deməli 862 tam 5'i vururuq 1 üstəgəl 5 vurub 5 bölünsün 100'ə. Bu da ixtisara gedəndə 4də 1 qalır. Deməli 862 tam 5'i vuracaq 1 tam 4də 1'ə. Yəni 4də 5'ə də 862 tam 5'i düzgün olmayan kəsə çevirirəm 4də 5. Bu da edəcək 1078 tam 125. Yəni sonuncu cavabımız olacaq 1078 tam 125. Baxırıq 12-ci suala. 12-ci sualda ABC bir dənə də bunu da gəlin göylə çəkək. Bir dənə də MNK üçbucağı verildi. Bir də biraz kiçildəcəm. Deməli A, B, S, M, N, K. AB'nin uzunluğu 2 santimetr 2 millimetr. Gəlin bunu millimetrə çevirək. 82 millimetr. Buraya yazıram 82 millimetr. MN 43 millimetrdir. 43 millimetr. NK yəni bura
8,2 santimetrdir. Milimetrə çevirsək 82 milimetrdir. Yəni ona vururuq 82 milimetr. AC 65 milimetr. Buraya yazıram 65 milimetr. Deməli bu da desimetrdir. Bunu da santimetrə çevirəndə 100-ə vuracağıq. Olacaq 65 milimetr. Bu da MK 65. Gəlin göynə yazaq 65 milimetr. MK üçbucağının isə 3 tərəfi verilibdir. Bu üçbucaqlar haqqında bərabərdir fikri deyə bilmərik. Yəni 2 tərəf verilibsə, məsələn burada 82-65'dir, burada 82-65'dir. Biz bunun 43 olduğunu %100 deyə bilmərik. Bu üçbucaqlar haqqında bu fikri deyə bilmərik. Yəni bunları buradan silim. Yəni bu üçbucaqlar haqqında 2 tərəfi bərabərdir. Amma üçbucaqlar bərabər deyil. Üçbucaqlar bərabər deyil. Bunu demək olmaz. Üçbucaqlar bərabər deyil. Keçirik 13-cü suala. 13-cü sualda bizə deyir ki 13 bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdırsa bu oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir və bucaqlarından biri 50'dir. Mən burada 2 dənə üçbucaq çəkəcəm. Çünki bu 50 dərəcə oturacaqda da ola bilər. 50 və yaxud təpədə ola bilər 50. 180-dən çıxıram 50-ni edir 130. 130'u bölürəm 2-yə edir 65. Ya bucaqlar 50, 65, 65'dir. Bu birinci hal. İndi ikinci hala baxırıq. 50 ilə 50'ni toplayıram. Edir 100. Üçbucağın daxili bucaqlarının cəmi 180-dən 100'ü çıxıram. Təpəyə qalır 80. Digər ikinci halda bucaqlar ola bilər 50, 50 və 80. Deməli 13 dənə sual bu qədər. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.